Uzun usta axtarışından sonra nəhayət Donatello'na əmanət edə biləcəyimiz bir ustanı tapdıq. Əvvəlki yoxlamada bizə dedilər ki, problem tormozun əsas silindrindadır və o dəyişdirməli idi. Ona görə ustaya gedəndə artıq özümüzü bu xəbərə hazırlamışdıq. Amma bu dəfə hər şey tamam başqa cür başladı. Maşını qaldırdılar, təkərləri açdılar. Və bir neçə dəqiqə sonra usta bildirdi ki, problem əsas silindrda deyil, arxa kalotkavardadır. Bizə qorxudan problem ümumiyyətlə başqa yerdə imiş. Kalotkavar söküləndə hər şey tam göründü. Ömrünü başa vurmaq üzrə idilər. Usta bildirdi ki, yeni kalotkavar alınmalıdır. Soruşanda ki, bəs kalotka nədir? Bildirdi ki, gedin, orada dengi kalotka lazımdır, özləri sizə verəcəklər. Nəysə ki, 8-ci dəfə soruşandan sonra izah elədi ki, kalotka maşının ən vacib hissələrindən biridir. Kalotkalar zəiflədikcə maşın daha gec dayanır. Vaxtında da dəyişdirilməsə problem daha da artır. Bildirdi ki, əgər dəyişdirməsəydi daha da nazilib tormoz disklərinə də zərər verəcəkdi. Usta göstərirdi ki, kalotkanın işləyən səthi artıq xeyli nazilib. Bu hissə nə qədər nazilərsə maşının dayanmaq qabiliyyəti də o qədər zəifləyər. Sonra tormoz məsafəsi artır. Daha sonra səslər başlayır. Ən sonunda da kalotkadan çıxıb tormoz disklərinə keçir. Usta bütün hissələri təmizlədi, mexanizmi yoxladı və hər şey yeni kalotkaların quraşdırmasına hazır elədi. Yeni kalotkalar yerinə oturdu, hər şey yenidən yığıldı və Donatello günün ilk problemini arxada qoydu. Amma Donatello sanki uzun illərdir heç kimə göstərmədiyi bütün sirlərini həmin gün ortaya çıxarmağa qərar vermişdi. Usta maşını biraz da qaldırıb, biraz da daha ətrafa baxmağa başlayanda artıq Donatello'nun gizli xəritəsini tapdı. Siyahı bitmirdi ki, bitmirdi. Şarabı var, sırğa var, çaqa var, stabilizator rezinləri, amortizatorlar, bir hissə, sonra ikinci, üçüncü siyahı uzandıqca uzandı. Bir yerdən sonra hiss etdim ki, artıq usta hissələri sadalayır, biz isə içimizdə maaşı hesablayırıq. Çünki hər yeni detal yeni bir xərc deməkdir. Kənardan baxanda hər şey yaxşıdır, amma altına girəndə Donatello hələ tanışdığımızın yeni başladığını bizə aydın şəkildə göstərdi. Əslində bu layihənin ən maraqlı tərəfi də budur. Sən bir problem həll etməyə gedirsən, əvəzində isə 10 problem tapırsan. Amma hər yeni detal, hər dəyişilən hissə Donatello'nu bir addımda məqsədimizə yaxınlaşdırır. Hələ yolun çox əvvəlindəyik. Donatello'nun üzərində dəyişəcək çox şey var. Amma hər dəyişiklik ona xəyal etdiyimiz macəra maşınına daha da yaxınlaşdırır. Bu hekayənin davamında bizi nələrin gözlədiyini isə zaman göstərəcək. Siz də bizi izləyərək bizə dəstək ola bilərsiniz.